Herkese salam, yeni bir konsepte hoş gelmişsiniz. Bu konsepte sırayla bütün YouTuber'ların kanalını inceleyeceğiz. İlk konağımız Ferit Show ve Möccəli İşli kanalı. İlk olarak Möccəli İşli kanalı. Möccəli İşli kanalı təxmini 450 abunəyə yaxında, ən çox izlenen shorts videoları 20.000, ən çox izlenen uzun videolar isə 4500'e yaxın idi. Kanalımdan müqayisədə 90.000 toplam izləmələr var, məndə 300.000'ə çatırıq. Çox qəşəng kontentləri var. Bir-birində videolarını incələyəcəyik. Sadəcə sizlə göz kontaktı qurmaq üçün birinci belə danışıram, sonra videolara tepki göstərəcəm. Keçək ən son videolarına tepkimizə. Allah 7 saniye challenge. Yanımızda Fageli donanımız var. Gel bura. Yusuf. Videomu burada dayandırmaq istəyirəm. Bildirmək istəyirəm ki, uşaqların enerjisi çox yüksəkdir. Yəni YouTube'a tam olaraq video çəkmək istəyirlər. Bu çox böyük bir müsbət cəhətdir. Məndə məsələn ən böyük mənfi cəhətlərdən biri budur ki, YouTube'a çəkməyə adam tapmıram. Çünki elə bir ərazidə yaşayıram ki, düzdür. Qardaşla Sadiqdir, qardaşınadır. Danışmışam, yanında qalır, başda qalmır, amma mən elə bir ərazidə qalıram ki, mənim ətrafımda YouTube çəkə biləcəyim çox az adam var. Bizim məhəllədə gördüyünüz kimi uzağı 2-3 nəfər rol oynayır. Var əslində, yəni qatılmaq istəyənlər olur, sadəcə belə baxırıq, qatılası adamlar deyirlər, ona görə də qəbul eləmirik. Davam edəcəm, belə arada bölüb öz fikirlərimi sizlə bölüşəcəm. Yoldaki başka bir short videosunda tanıyabilirsiniz. Uşaqlar, bugün video konsepti 7 saniye challenge. 7 saniye ərzində desəm eləməlisən. Daha tez sürətlə videomuzu keçirdik. 3, 2, 1. Baş gəlmə. Burada bir daha videonu bölürəm. Bildirmək istəyirəm ki, video çox qəşəngdir. Konsept falan yaxşı izlənə biləcək şeylərdir. Amma editləri biraz enerjik deyil. Yəni özü ilə olsa danışdım, Capcut Pro'dan istifadə edə bilmədikləri üçün və bütün editlər Sadiq dediyimiz, yəni Möccəli İşli kanalının əslində əsas YouTuber olan Sadiqin üstünə düşdüyü üçün biraz əziyyət çəkir bu mövzularda. Bizim belə proyektlərimiz çox olmayıb. Biz əsas bizim məhəlləyə fokuslanmışıq, amma əvvəl elədiyimiz bəzi proyektlər oldu ki, əsas girişə çox önəm vermişik. Ümumi olaraq ilk 7-8 saniyə çəkməyi bacarmalıyıq. Bunun üçün nə etməliyik? Alt yazılardan istifadə etməliyik, enerjik musiqidən istifadə etməliyik. Arkada çox effektlər olmalıdır, renklər falan. Yəni məsələn, indi bizim məhəllə onsuz da hər türlü izlənir, 30-40 min izlənir shortsları. Amma belə videolar çəkəndə insanların diqqətini çəkmək üçün əlimizin gələni eləməliyik. Artıq birinci dəqiqə 40 saniyəyə gələndə bu dediyim enerjik editləri görürük, amma bu ucu çox gecdir. Çünki ilk 7-8 saniyədə bunlar olunmalıydı. Yenə demirəm, video ümumi olaraq çox qəşəngdir, amma bunlara diqqət olunsa yaxşı olar. Bir də qapaq rəsmində balaca bir nüansa diqqət çəkim ki, o yazı fontunu biraz daha diqqət çəkici eləyə bilərsiniz. Böyük yox, sadəcə tekst yəni. Bunu daha diqqət çəkici eləyə bilərsiniz. Yandaşı stiker falan, hər şey yaxşıdır. Keçək videoların hashtaglərinə və taglərinə görə önəm verirmi Möccəli İşli kanalı? Bəli, hashtaglər və taglərə gördüyüm qədərilə önəm verir. Başqa bəzi proqramlar var, süni intellektlə bunlar daha gücləndirir. Bilmirəm onlardan istifadə edir yoxsa yox. Amma gördüyüm qədərilə bu qədər yetərlidir. Düzdür, daha az izləmə gəlir, amma bu işin çox başındadır. Mən niyə izləmirəm? Mən ona görə ki, düzəməlli video atmıram, ayda ildə bir dəfə video atıram. Amma video atdığım aylarda da 47.000, 50.000 kimi orta aylıq izləmələri çatıram. Burada əsas önəmli taglər və hashtaglər deyil. Məsələn, mənim YouTube kanalımdakı ən çox izlənən shorts videom, 24.000 izlənən videom. Videonu paylaşan ərəfədə sadəcə 3 dənə hashtag və yadımdan çıxmışdı. Tagləri əlavə eləməmişdim. Açıqlamadakı ondan bir əvvəlki videonun açıqlamasını kopyala yapışdır eləmişdim. Elə bilməyin ki, bütün videolara belə önəmsiz yanaşıram. İndi keçək ikinci kanalımıza, Ferit Show kanalı. Ferit Show kanalı əslində Fəridin ikinci kanalı. Bu arada adaşımdır, salam göndərim burada Fəridədən. Bu arada Möccəli İşli kanalına 10 üstündən qiymətim 6.5'dir. 6.5 niyə? Çünki video başlıqlarında dediyim kimi o enerjik girişi etməyibdi. Qalan hər şey muazzamdır. 6.5 o əsas şeydir deyə ona görə biraz çox qiymət qırdım oradan. Ferit Show kanalına keçək. İlk olaraq Ferit Show'u yenə tanıyaq. Görək Ferit Show kanalı kim? Ferit Show kanalında ən xoşladığım şey odur ki, Ferit Show kanalının qapaq şəkilləri çox qəşəngdir. Əslində birinci buradan başlamayasınız, amma bunu ilk fikrim olaraq bildirmək istəyirəm. Ferit Show kanalı Fəridin dediyim kimi ikinci kanaldır. 400'e yaxın abunəsi var. Ən çox izlənən uzun videosu 17.000'dir. Bizim də ən çox izlənən videosu 17.000'dir. Ən çox izlənən shorts isə 1300'dür. 3 dənə sadəcə shorts var. Shorts atmaq tərcih eləməyibdir. Amma buradan ona görə 1 puan qırıram. Çünki shorts abunə qazanmaqda çox böyük bir amillərdən biridir. Öz kanalında bunu tətbiq edir yəqin ki, sadəcə ikinci kanalında buna fikir verməyibdir. Ferit Show kanalı daha çox belə xəbərlər, gündəm kimi şeylərdən video.
gündəm deyəndə ağlınıza xəbərlər, siyasət falan gəlməsin. Yəni daha çox belə oyun falan kanalında. Reality Show kanalının gəlin bir videosunu incələyək. Herkese selam, ben Ferid. Yepyeni bir video ile karşınızdayım. Bilirsiniz, yeniliklə Rockstar Games'in paylaştığı Get 6 ilə əlaqəli videosunun ilk saniyələrinə baxanda görürük ki, Fərdin mikrofondan istifadə eləmir bilmirəm, amma bəzi səs keyfiyyət problemləri var. Keyfiyyətində və biraz da diksiyonunda problemlər var. Necə problemlər var, mən demirəm, çox pisdir. Sadəcə biraz, məsələn 10-15 dəqiqəlik video olsa və ya 5-10 dəqiqəlik video olsa, insan yorulur, qulaq asmaqdan yorulur. Burada açıq olaraq fikirlərimizi deyirik. Deyirəm ki, adaşım bunu yaxın zamanda həll edəcək və örnək stok görüntüləri gəldikdə stok görüntüləri daha keyfiyyətli bir saytdan götürə bilər məsələn. Kanalın videolarının hashtaglərinə baxaq görək Fərdi kanalının videolarına nə qədər önəm verir. Bəli, Fərdin videolarının açıqlama qisminə baxdıqda görürük ki, videoların sadəcə başlığında hashtaglərdən istifadə edilir. Açıqlama qismində anahtar kəlmələr və ya hashtaglərdən istifadə olmur. Düz deyə bilərsiniz ki, artıq 2025-ci ildəyik, hashtaglər əvvəlki qədər önəmli deyil, artıq önəmli yitiribdir. Amma nə qədər də olsa YouTube qanunları çərçivəsində bunu etməyə daha yaxşı olardı. Bəlkə ən azından şans yaradardı ki, daha böyük kilələrə çatsın. Əlbəttə, Fərdin belə baxdıqda YouTube haqqında bilgilərim mənimkindən daha çox, qat-qat daha çox görsənir. Çünki bir kanal 4000-dir, ikinci kanal isə 5 ay içində artıq 17.000 izlənmiş videolar var. Yəni bu mənim kanalımın eləyə biləcəyi, amma ən böyük problemlərim disiplinsizlik olmağımdır. Bu təkcə YouTube-da yox, həyatımda da belədir. Yəni Fərdin kanalına qiymətim başlıq şəkillərinin çox qəşəng olmağından və nə tərsə abunələri çox yaxşı yığmağına görə möcüzəli ikili kanaldan biraz daha çox olacaq, onun üstündən 7 olacaq. Gəldik videonun sonuna. Bunlarda fikrinizi bildirə bilərsiniz. Videoya like atıb kanala abunə olmağı unutmayın. Bundan sonra belə kontentlərin gəlməyini istəyirsinizsə də kanala abunə olub videoya like ata bilərsiniz. Sağ olun, salamat qalın.